Azərbaycanda demoqrafik vəziyyətin hazırda hansı səviyyədə olması ilkin olaraq elə bu statistikada özünü göstərir. Rəqəmlər ürək açan deyil. 5 illik müddətdə məktəbə gedənlərimizin sayında 32 min nəfər azalma var. İnsanı düşünməyə məcbur edən başqa göstəricilər də misal gətirmək olar. Yeni doğulanların, dünyasını dəyişənlərin, nicaha girən və boşananların sayı qənaətbəxş deyil. Vəziyyətə çılpaqlığı ilə göstərən 2021-ci ildə daxil olmaqla 2024-cü ilin 11 ayını əhatə edən rəsmi rəqəmlər var. Mütəxəssislərin sözlərinə görə mövcud vəziyyət açıq-aydın şəkildə təbii artımın endiyini göstərir. Təbii artım bizdə 3.5-ə düşüb hər 1000 nəfərə. Hətta böyük Vətən müharibəsi dövründə təbii artım indiki səviyyədən yüksək olub. Baxmayaraq ki, yəni orada hansı vəziyyətin olması görünür də. Rəqəmlə olanda məsələn 1915-16-cı illərdə bizdə illik təbii artım 120 min nəfərə yaxın olub. Keçən ilin, yəni 24-cü ilində təxminən 10 ay deyəsən, 9 ayında cəmi 37 min olub. Çox güman ki, 40 min nəfərdən yuxarı çıxmayacaq. Bu təxminən 3-4 dəfə azalma deməkdir. Bu demək ki, bizim əksər kəndlərdə birinci sinifə getmək heç uşaq olmayacaq. Əhalinin təbii artımına mənfi təsir göstərən səbəblərdən biri ölüm hallarıdır. Amma məsələ ondadır ki, dünyasını dəyişənlərin əksəriyyəti ahıl yaşına çatmayanlardır. Bunu statistik rəqəmlər və mütəxəssislərin araşdırmaları deyir. Əslində, hər hansı qəbirstanlığa gəlib ümumi vəziyyətə də nəzər yetirəndə görmək olur ki, həyatını itirənlərin əksəriyyəti 35-50 yaş aralığındakılardır. 100 nəfər doğulub, 50 nəfər ölüb, yerdə 50 nəfər qaldı. Əhali o artım odur da. Bax, o artım bizdə 40 min olur, amma ölənlərin sayı 55-60 minə yaxındır. Bir qadına düşən doğulan uşaqların sayı var. Fertillik əmsalı deyirlər. 60-cı illərdə bizdə 6 olub. İndi o gəlib sıfırdan, yəni birdən aşağı düşüb. Yəni 2 uşağın olması əhalinin artımına təminat vermir. 2 uşaq nə deməkdir? Atası anası həyatda köçdü, 17-2 nəfər qaldı da. Deməli, artım üçün, yəni 2,15, artım üçün ən azı 3 uşaq olmalıdır.